Salam əziz abituriyentlər. Bu gün OTK sınağı keçirdi. Ümumi imtahanla bağlı öz fikirlərimi söyləmək istəyirəm. Keçən il imtahan suallarına baxsaq, analiz etsək imtahan sualların, görürük ki, orada düşən suallar həqiqətən çətin suallar çox idi. Suallar artıq çətinləşdirilmişdi və elə ehtimal olunurdu artıq imtahan suallarının forması dəyişilib. Bu gün OTK sınağı keçirildi və OTK sınağında da biz artıq gördük ki, həqiqətən sualların forması dəyişilib, sualların çətinlik dərəcəsi biraz artıb və yeni formada suallar düşüb. Və çalışaq bu əslində müsbət məqamdır. Yəni hələ ki imtahana bizim qarşımızda çoxlu aylar qalıb və imtahana kimi biz hazırlıq prosesimizi daha da yüksəldirik. Standart testlərlə yanaşı daha çətin, daha məntiqli və imtahana yaxın formatda testlər işləyirik ki, imtahanda nəticəmiz yüksək olsun.